Hər kəsin ANS telekanalından Böyük Seva kimi tanıdığı Sevda Həsənovanın sağlıq durumunda ciddi problem yaranıb. Yaxınlarının Günün Səsi infoya verdiyi xəbərə görə tanınmış jurnalist bugün Bakı Neyrocərrahiyyə Mərkəzində beyin əməliyyatına alınıb. Xatırladaq ki, Sevda Həsənova 1994-cü ildən ANS-də çalışır. Ötən illər ərzində o ANS-də bir sıra vəzifələr tutub. Həmkarımıza həyatın bu ağır sınağından sağlıqla çıxmasını arzu edirik və ona şəfa diləyirik. Aparıcı İlqar Mikayıloğlu'nun hansı səbəbdən əməliyyat olunduğu məlum olub. Bu barədə Günəbax verilişində məlumat açıqlanıb. Bildirilib ki, aparıcının 1-ci Qarabağ müharibəsində yaralanması nəticəsində bədənində qalan 2 qəlpə cərrahi əməliyyatla çıxarılıb. Əməliyyatın uzun illər sonra həyata keçirilməsinin səbəbi qəlpələrin ayaq nahiyəsində arterial damara və sinirlərə çox yaxın yerləşməsi olub. Həkimin sözlərinə görə, qəlpələrin damarı və siniri zədələmə riski yarandığı üçün İlqar Mikayıloğlu təcili əməliyyat alınıb və qəlpələr uğurla çıxarılıb. Qeyd edək ki, İlqar müharibədə yaralandıqdan sonra bədənindən qəlpələrin bir qismi çıxarılmışdı.